Salam, 10-cu sinif kiçik summativ qiymətləndirmə nömrə 5 üzrə metodik vəsaitdə verilən nümunəvi sualları izah edirik. Birinci sualda deyilir, statik göstəricilərdən istifadə edərək aşağıdakı ölkələrdə əhalinin orta sıxlığını tapın. Əhalinin orta sıxlığını tapmaq üçün biz əhalinin sayını bölməliyik, ölkənin ərazisinə, yəni sahəsinə bölməliyik. Bizə iki ölkə verilib, Braziliya və Türkiyə. Braziliyada əhalinin sayı verilib 190 milyon nəfər, sahəsi 8,5 milyon kvadrat kilometr. Bunu əslən sıxlığı tapmaq üçün, yəni biz 190-nı bölməliyik 8,5 milyona. Bu da bizə bərabərdir 22,3 yazaq bura, təxmini 22,3 eləyir təqribən. 22,3 yəni nəfər bölünsün kvadrat kilometr. Sonra Türkiye'de ise artıq 79,4 milyon. Burada ise biz dəqiq sıfırlar yazmalı olacaq. Çünki bayaq bizə hər ikisində milyon olduğu üçün biz yazmadıq. Amma burada biz yazmalı olacağıq. 79, 4, 5 dənə sıfır. Çünki bir sıfır tamla getdi. Bölünsün 783, 562. Bu da bizə bərabərdir 101,3. Deməli sıxlıq 101,3 nəfər bölünsün kvadrat kilometr sıxlığa malikdir. Deməli Braziliyada sıxlıq 22,3, Türkiyədə isə 101,3 nəfər bölünsün kvadrat kilometrə bərabər oldu. İkinci suala keçək. Kontur xəritədə rəqəmlərlə hansı ölkələr qeyd olunub və bu ölkələrin mövqeyinin xüsusiyyətlərini cədvəldə qeyd edin. Bizə Afrika qitəsi verilib. Əvvəlcə Afrika qitəsinin hansı ölkələr verilibsə baxaq bizə. Bir rəqəmə ilə bizə verilən ölkə Əlcəzairdir. Əlcəzair. Sonra deyilik bizə coğrafi mövqeyin xüsusiyyətlərini qeyd edin. Coğrafi mövqey deyiləndə ölkə, yəni hansı ölkələr qonşuluqdadır və ya hansı coğrafi obyektlərin nəzərdən yerləşdiyi ərazi haqqında məlumat verilməlidir. Məsələn, Əlcəzair yaza bilərik biz burada, bir cümlə yazmağa yer olar. Qabaqda məsələn yaza bilərik biz Aralıq dənizinə çıxışı var və yaxud da Liviya, Tunis və Əlcəzair, Mali kimi ölkələrlə, Niger kimi ölkələr qonşuluğu var. Bunları biz qeyd edə bilərik bura. İkinci ölkə bizə Sudandır. Məsələn, Sudan üçün biz yaza bilərik ki, Qırmızı dənizə Sudanın çıxışı var, Misir ilə qonşuluqdadır, Efiopiya ilə qonşuluqdadır. Bu kimi məlumatları qeyd edə bilərik. Sonra 3 rəqəmi ilə Kongo Demokratik Respublikası göstərilir bizə. Kongo Demokratik Respublikası göstərilir bizə. 3 rəqəmi ilə Kongo Demokratik Respublikası qeyd edə bilərik ki, biz onun Atlantik okeanına çıxışı var, Gvineya körfəzinin çıxışı var, burada az da olsa çıxışı var onun və 10 ölkə ilə onun quru sərhədi var. Kongo Demokratik Respublikasının biz bu kimi məlumatları biz qeyd edə bilərik. Sonra 4 rəqəmi ilə bizə göstərilən əvvəlcə Cənubi Afrika Respublikasıdır. Cənubi Afrika Respublikası deyə bilərik biz 2 okeana çıxışı var. Həm onun Hind okeana çıxışı var, həmçində Atlantik okeanına çıxışı var. Bunu biz qeyd edə bilərik bura. Sonra 5 Angoladır. Angolanı da qeyd edə bilərik biz. Atlantik okeana çıxışı var və yaxud da Namibiya, sonra Kongo Demokratik Respublikası kimi ölkələrdə qonşuluğa malikdir. Bunları biz qeyd edə bilərik. Deməli bu da oldu bizim ikinci sualımız. Üçüncü suala baxaq. Uyğunluğu müəyyənlə deyilir. Deməli A kəmiyyət dəyişiklikləri, B isə keyfiyyət dəyişikliklərini göstərir bizə. Deməli, əgər ölkənin ərazisi artır və yaxud da azalırsa, hər hansı bir olar. Bu kəmiyyət dəyişikliyi olmalıdır. Əgər yox, ölkənin ərazisi dəyişmir, amma ola bilər ki, dövlətin idarəetmə quruluşu və yaxud inzibati ərazi bölgüsü dəyişə bilər və yaxud da hər hansı bir təşkilata üzv ola bilər, bu keyfiyyət dəyişikliyi olmalıdır. Yəni, asan yadda qalmasının forması deyə bilərik ki, biz ölkənin ərazisi artır və yaxud azalırsa, bu kəmiyyət dəyişikliyi hesab olunmalıdır. Baxaq indi variantlara. Deməli, birdə deyilir bizə yeni kəşf olunan ərazilərin ölkələrə birləşdirilməsi. Deməli, burada ölkənin ərazisi
yeni kəşf ərazilər hesabına artdı. Deməli, bu olmalıdır kəmiyyət. Ərazi çünki dəyişdi. Müstəmləkələrin müstəqillik əldə etməsi. Yəni, müstəmləkələr onsuz da həmin dövlətin ərazisi hesab olunmur. Sadəcə onun asıllı ərazidir. Yəni, bu müstəqillik əldə etdi. Onun ərazisi dəyişmədi, sadəcə keyfiyyət dəyişdi. Deməli, iki keyfiyyət dəyişikliyidir. Ölkənin iqtisadi, mədəni və sosial inkişafı, bu da yeni ərazi dəyişmir, keyfiyyət dəyişikliyi hesab olunmalıdır. Sonra ölkələri müharibələr nəticəsində ərazilərin zəbt edilməsi. Ərazi zəbt olundu, ərazi artdı. Deməli, bu da aid olmalıdır kəmiyyət dəyişikliyinə. Dövlətlər arası ittifaq təşkilatların yaranması və ya ləğvi, bu keyfiyyət dəyişikliyidir. 5-də bura. Ölkələrin könüllü birləşdirilməsi və yaxud da parçalanması, bu aiddir kəmiyyət dəyişikliyinə. Dövlətin idarəetmə formasını və inzibati ərazi quruluşunun dəyişməsi, bunu bayaq da qeyd etdiyim kimi aiddir. Bu da keyfiyyət dəyişikliyinə aiddir. Deməli, 1, 4, 6 kəmiyyət, 2, 3, 5, 7 keyfiyyət dəyişikliyinə aid olmalıdır. Sonra bizə deyilir ki, cümlələri tamamlayın 4-cü sualda. Fiziki coğrafi mövqe, iqtisadi coğrafi mövqe, siyasi coğrafi mövqe, yəni ölkənin əsas 3 coğrafi mövqeyi fərqlənir. Deməli, fiziki coğrafi mövqeyi deyiləndə ölkənin materik və yaxud hansı materiklə yerləşir, hansı okeanlarla əhatə olunub, hansı dağ və yaxud hansı düzənliklər onun ərazisində yerləşir, yəni təbii obyektlərlə əlaqələndirirsə, bu fiziki coğrafi mövqeyidir. İqtisadi coğrafi mövqeyi deyiləndə ölkənin hansı məsələn iqtisadi vacib yollar keçir həmin ölkədən və yaxud da dənizə çıxışı varmı, hansı faydalı qazıntılar var, qonşu ölkə inkişaf səviyyəsi yüksəkdirmi? Bunlar əsas götürülməlidir. İqtisadi coğrafi mövqeyi deyiləndə, siyasi coğrafi mövqeyi deyiləndə isə ölkələrin əsas qonşuları ilə əlaqələri və yaxud da həmin ərazidə hər hansı bir münaqişə ocağı varmı və yaxud da hər hansı bir problemli ərazi varmı, müharibə şəraitində olan ölkə varmı? Yəni, bu siyasi coğrafi mövqeyidir. Əsasən onun qonşuluğundakı ölkələrlə münasibətlər nəzərdə tutulur siyasi coğrafi mövqeyi deyiləndə. Deməli, bu oldu 4-cü sual. 5-ci sualda deyilir bizə, hansı variantda Bosvaş megapolisinin şəhər aqlomerasiyaları göstərilib? Ümumiyyətlə, biz bilirik ki, 6 dənə megapolis var. Bunun 3-ü ABŞ-da yerləşir. Bosvaş, Çipits və Sansan. İkisi İngiltərə və Reyn boyu Avropada, biri isə yerləşir Yaponiyada yerləşirdi. Deməli, Bosvaş megapolisinə aiddir 5 şəhər, Boston və Washington adından bilindiyi kimi, sonra Philadelphia, Baltimore və New York aid olmaqla 5 şəhər aiddir Bosvaş megapolisinə. Məsələn, buradan San Francisco Sansana aiddir, London ümumiyyətlə İngiltərə megapolisinə aiddir, Amerikada yerləşmir, Manchester yenə İngiltərədədir. Sonra Chicago Çipitsdir, Cleveland Çipitsdir. Buradan sonra Detroit bura aid deyil. Philadelphia, New York, Baltimore, yəni düzgün cavab bu cavabdır. Hər üçü aiddir Bosvaş megapolisinə aid olan şəhərlərdir. 6-cı suala baxaq. 6-cı sualda bizə deyilir, demarkasiya xətti nədir? Deməli, demarkasiya xətti B variantında bizə verildiyi kimi dövlətlər arasındakı mübahisələr həll olunana qədər razılaşdırılmış sərhəd xəttinə demarkasiya xətti deyilir. Həmin sərhəd xətti, məsələn, Cənubi Koreya ilə Şimali Koreya arasında demarkasiya xətti mövcuddur və yaxud da Pakistanla Hindistan arasında Kəşmir vilayəti arasında demarkasiya xətti var. Yəni, belə həllilik tam həll olunmuş problemlər arasında demarkasiya xətti yerləşir. Həll olunmuş problemli ərazilərin ölkələr arasında demarkasiya xətti yerləşir. Deməli, düzgün cavab B bəndi. Sonra bizə dünyanın siyasi münaqişə regionları göstərilib, əsas münaqişə olan ölkələr göstərilib. İndi bizə həmin ölkənin adlarını yazmaq lazımdır burada. Hansı rəqəmlər verilən ölkənin hansıdırsa. Deməli, bizə 1 rəqəmi ilə verilən ölkə münaqişə ocağı olan Ukraynadır. 1 Ukrayna. 2 bizə Suriyadır. Sonra 3 Əfqanistandır. 4 Pakistandır. 5 İraqdır. 6 ilə 7 Fələstin və İsraildir. Sonra 8 Liviyadır. 9 Yəməndir. 10 isə Gürcüstana düşür. Xəritə biraz kiçikdir. Bəli, Gürcüstana düşür. Çünki Gürcüstanda da bilirik ki, bir siyasi münaqişə ocağı mövcuddur. Şimali Osetiya və Abxaziya var. 2008-ci ildə Rusiya həmin əraziləri
Gürcüstandan almışdı, amma yəni işğal kimi getməyib, deyir ki, yox, müstəqil dövlətlər yaradılıb Şimali Osetiya və Abxaziyadan. Yəni o da münaqişə ocağı olduğu üçün Gürcüstan olmalıdır bölgə. Yəni burada bizə əsasən hal-hazırda münaqişənin mövcud olduğu regionlar, ölkələr verilib, hal-hazırda müəyyən münaqişənin olduğu ölkələrdir bunlar. Deməli bu oldu 7-ci sual. 8-ci sualda deyilir bizə verilmiş qrafikdən hansı Azərbaycanda əhalinin təbii artımın dəyişməsini düzgün əks etdirir? Deməli Azərbaycanda təbii artım 1990-cı illərdə, yəni SSR dağılan ərəfədə Azərbaycanda təbii artım 1000 nəfərə 20 nəfər idi. Sonra 2003-cü ildə təbii artım 8 nəfərə düşmüş, amma daha sonra 2014-2015-ci ildə yenidən yüksəlmişdi Azərbaycanda təbii artım. Amma son illər yenidən azalmağa doğru gedir, amma bizdə verilən qrafikin hamısı 2014-cü ilə qədərdir. Deməli 90-da 20 nəfərə qədər çatmış təbii artım. Daha sonra 2003-də azalıb 8 nəfərə düşmüşdü. Sonra yenidən təbii artım artmışdı. Deməli bu sualın düzgün cavabı burada verilən A bəndi hesab olunmalıdır. Deməli bu oldu bizim üçün 10-cu sinif kiçik summativ qiymətləndirmə nömrə 5. Yəni kanalımıza abunə olaraq digər bütün summativlər kanalımıza yavaş-yavaş yüklənəcək. Həmin summativlərə də baxa bilərsiniz. Kanala abunə olaraq da dəstək ola bilərsiniz bizə. Sağ olun.